qara torpaq bir maddə ilə suvarırlar. H2O. Mendeleev cədvəlinə baxsaq sudur. Water. Bir maddə ilə bir qara torpaqdan qırmızı, pəmpə, tündü, acısı, zəhər kimi acı, bal kimi şirin, rəngləri hərdən eyni olan, hələ başqa rənglər demirəm, tamları, dadları, ləziz, müxtəlif şeylər yarattı. Bax, qırmızı biber hara, qırmızı pomidor hara, qırmızı gilas hara. Rəngləri başqa, tamları başqa. Hələm rənglərini dəyişdirsək, biri sarı, biri qırmızı, biri kavalı, biri alça. Ağız damağındakı olan bütün zövqlərə uyğun hər bir şeyi artıqlaması ilə əta etdi, Rabbim yarattı. Bir dənə su, H2O, bir dənə su ilə, bir dənə torpaqdan bir-birinə bənzəməyən tamı, dadı, ləzzəti, çeşidi, rəngi, halı, əhvalı, sifəti, keyfiyyəti bir-birinə bənzəməyən meyvələr və tərəvəzlər. Çörəyi də torpaqdan çıxardırsan, ay nankor insan, nə tez yaddan çıxartdın? Buğda, sonra una çevirirsən, sonra su ilə qatırsan, sonra xəmir edirsən. Odu da o sənin üçün yaratıb Rabbim elədi. Ondan faydalanıb və ondan Allahı zikr edib ahirətdən qorxasan deyə. Gör, yeməkləriniz hardan çıxır? Süfrənizə bir baxın, hardan gəlir bu nemətlər? Bunları sənə kim ilham etdi, kim öyrətdi? Hardan bunlar gəldi? Bunlar hamısı əl-əlim, elm sifətinə malik olan, hər şeyi bilən tərəfindən sənə ilham edildi. Əlləməl insənə mə ləm ya'ləm Quran ifadəsiyle və insana bilmədiklərini öyrədən odur. Allahu Ekber.